Salam, xəbərin brendi günün trendi efirdədir. Euronews telekanalı Azərbaycanda keçirilmiş 3-cü Milli Şəhərsalma Forumuna həsr olunmuş reportaj hazırlayıb. Reportajda Azərbaycanın 2026-cı ilin yazında ölkədə keçiriləcək Ümumdünya Forumu ərəfəsində urbanizasiya üzrə ekspertlərin bir araya gətirilməsi barədə danışılır. As urban areas around the world face growing climate challenges and public health concerns, Qobustan rayonunda Vətən müharibəsi şəhidi Vəliyev Eliyarın anım günü tədbiri keçirilib. Tədbirdə millət vəkili, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Anım günündə Vəliyev Eliyarın xatirəsinə həsr olunmuş Qəhrəmanlığın Eliyar Zirvəsi kitabının da təqdimatı olub. Söz açdım, her kim oldu? Aman Eliyarımız. Vətən üçün saxta tarix yazanın niyyəti pozulmaya qurban olub. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərindəki Mehdi Mehdizadəni adına tam orta ümumi təhsil məktəbində Zəfərin 5-ci ili Böyük Qaydışın Addımları adlı fotosərgi və Bura Mənim Evimdir filminin təqdimatı keçirilib. Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb. Evlərin açarları təqdim olunub. Bununla da Seyidbəyli kəndinə köçürülən ailələrin sayı 27-yə çatıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı vəfat edib. Qurumun əmək qanunvericiliyinə riayət olunmasına Dövlət Nəzarət Şöbəsində çalışan Vüsal Qurbanlı eyni zamanda Vətən müharibəsi iştirakçısıydı. Yaxınlarının bildirdiyinə görə Vüsal Qurbanlının sağlamlığında heç bir problem olmayıb. O, ayaqqabısını bağlamaq üçün əyilib və bu zaman qəfil vəfat edib. Allah rəhmət eləsin. Sabirabad rayon mərkəzi xəstəxanasında xəstə baxıcısı döyülüb. Bununla bağlı sosial şəbəkədə video yayılıb. İddiaya görə xəstə baxıcısı xəstəxananın direktoru Həsən Hüseynov tərəfindən xüsusi amansızlıqla döyülüb. Bir daha qeyd edirik, bu bir iddiadır. Salyan şəhəri Bəhram Talıblı küçəsində avtomobildə yanğın olub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində Hyundai markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bakının Nərimanov rayonunda 4 mərtəbəli binadakı mənzillərdən birinin eyvanı uçaraq restoranın üstünə tökülüb. Hadisə restoran müştərilərini təşvişə salıb. Başkənd restoranının üstündəki balkon uçdu, töküldü restoranın üstünə. Millət də içərdən qaçdı çölə. Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində ölkəyə 14 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb. Sputnik Azərbaycanın böyük redaktoru Yevgeni Belusov həbsdən azad edilib. Bu barədə Xətai rayon məhkəməsi qərar qəbul edib. Qərara əsasən Yevgeni Belusov ev dustaqlığına buraxılıb. Cəlil Məmmədquluzadənin Tbilisidəki relyefindən Azərbaycan sözü silinib. Bu haqda sosial mediada xəbər yayılıb. Sabunçu rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyatlar nəticəsində narkokuryer tutulub. Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb. Ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marihuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib. 9 kilo vəsaildir. 20 yanvarda konum eləyəcəksən. Bir dənə 1 kilosu zəhmət yananda 6 kiloda inşallah özümüz dağıdacağıq yavaş-yavaş. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bugünə qədər keçirilən əməliyyatlar zamanı 95 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Tələskənlik qəhrəmanlıq deyil, təhlükədir. Daxili İşlər Nazirliyi sürücülərə daha bir müraciət ünvanlayıb. Müraciətdə deyilir, qarşıdan gələn zolaqda nəqliyyat yoxdursa və görünüş məsafəsi kifayət edirsə, ötmə edin. Yol nişanları və xətlənmələrə mütləq əməl edin. Onlar təsadüfi deyil. Hər ötmə əməliyyatı riskdir. Ancaq təhlükəsiz hərəkət qaydalara əməl etməklə mümkündür, deyə müraciətdə bildirilir. Hər gün Bakıdan Sumqayıt və Saray qəsəbəsinə qayıdan tələbələr, işçilər və digər sakinlər ciddi çətinliklə üzləşirlər. 20 yanvar metro stansiyasının yaxınlığında avtobus tapmaq mümkün olmur və nəticədə onlarla insan yol kənarında uzun müddət gözləməyə məcbur qalır. Məlumata görə Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən və manatlıq kimi tanınan sərnişin daşıma avtobuslarının sürücüləri icazələri olsa da avtobus zolağına daxil ola bilmirlər. Zolağa girdikləri halda sürücülərə 100 manat cərimə və 2 bal tətbiq edilir deyə iddialar var. Bu səbəbdən həmin marşrutların sayı azalıb. Xətai rayonu Seydəzim Şirvani küçəsində 2 sərnişin avtobusu toqquşub. Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub. Göyçay rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Məhkəmənin qərarı ilə şəxsin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla barəsində intisam tədbiri görülüb. Türkiyə vətəndaşı Şabran rayonunun Xəzər dənizi sahillərində ov qaydalarını pozduğuna görə cərimələnib. Araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər sakini Zahid Həsənov olduğu müəyyənləşib. Saxlanılan şəxslərin Niva markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub. ...49 saylı avtobusda sıxlıq narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntüləri izləyək. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki Naxçıvan duz istehsalı MMC-də istehsal və qablaşdırma dayandırılıb. Duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətə təşkil olunması məqsədi ilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.
Türkiyədə nəhəng və uzun boylu uşaq doğulub. Bursada doğulan Ali Atilla 6 kiloqram 150 qramdır. Ali Atilla çəkisi və boyunun uzunluğu ilə Türkiyədə indiyə qədər doğulan ən nəhəng uşaq hesab edilib. 6 kiloda olması bizi de şaşırttı. Sağlıklı olması çok şükür güzel bir şey. Türkiyənin Muğla bölgəsinin Bodrum sahillərində qaçaq, yəni qeyri-qanuni mühacirləri daşıyan rezin qayıq batıb. Hadisə zamanı 7 nəfər batıb, 2 nəfər sağ qalıb. Ölənlərin cəsədləri sudan çıxarılıb. Şimali Kipr Türk Cumhuriyyətinin 6-cı prezidenti Tufan Erhürmanın and içmə mərasimi keçirilib. Erhürmanı parlamentin sədri Ziya Öztürklər qarşılayıb. O daha sonra prezidentlik andını oxuyub. And içmə mərasimində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cumhuriyyəti baş naziri Ünal Üstel və digər rəsmi şəxslər iştirak ediblər. Böyük Britaniya Kralı 3. Charles 500 ildən sonra ilk dəfə bir Roma papası ilə açıq şəkildə dua edən Britaniya monarxı olub. Kral cümə axşamı günü Vatikana etdiyi dövlət səfəri çərçivəsində Papa 14-cü Leo ilə birlikdə Sixtin kapellasında keçirilən ekumenik mərasimdə iştirak edib. Elon Musk bildirib ki, Tesla 1 milyon insana bənzər Optimus robotu istehsal etməyi planlaşdırır. İstehsal prototipi 2026-cı ilin fevral-mart aylarına qədər hazır olacaq. Kütləvi istehsal isə həmin ilin sonunda başlayacaq. Musk layihənin miqyasından narahat olduğunu və robot ordu üzərində nəzarəti saxlamaq istədiyini etiraf edib. Londonda fırtına United Airlines sərnişin təyyarəsinin enişinə mane olub. Təyyarənin havada etdiyi manevrlərin görüntüləri gündəm olub. Kadrlarda təyyarənin eniş üçün yaxınlaşdığı, güclü küləkdə yelləndiyi, lakin enişdən bir neçə saniyə əvvəl qəfildən yenidən havaya qalxdığı görünür. Pilotlar ikinci dövrə vurmağa qərar veriblər. Təyyarəni indirmək üçün ikinci cəhd isə uğurlu olub. Ukraynada qatarda qumbara partladılıb, 5 nəfər həyatını itirib. Hindistanda turist avtobusu yanıb, nəticədə 20 nəfər həyatını itirib. Malayziyada torpaq sürüşməsi baş verib. Ağaclar avtomobillərin və insanların üzərinə aşıb. Birinci Qarabağ müharibəsində Kəlbəcər döyüşləri zamanı əsgərlərimizə arxa cəbhədə kömək edən anaların görüntüləri illər sonra sosial şəbəkələrdə trend olub. Ürəyimiz daşdandır, bağlam, daşdan. Həmişə belə çox əziyyətlərə dözdük, dayanıb. İndi də bir qadın kimi dayanmışıq sərhəddə, çobanlarımızın, saldatlarımızın arxasınca. Onlara görəksiniz, kəsə, yuxa. Həmişə də oturacaq burada belə belimizə güllə yaxsalar. Necə bir ana kimi, bir qeyrətli ana kimi. Biz əhlətdəş ana kimi görüşmüşük, bu boyda boy, uşağımızın boyu gelmişik. Bəs biz onumuz olaraq balaca çağadaya çataq dirəkdik vururuq.
Hörmətli tamaşaçılar, 051 583 2408 bu bizim qaynar xəttimizdir. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı günün 24 saatı çəkiliş edib videonu bizə göndərə bilərsiniz. Biz həmin videonu trend edəcəyik. Əlaqə nömrəsini bir daha bildirirəm. 051 583 2408. Bəli, xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik. Vədimizə sadiq olaq.